Kalsium 3 PO4 2 dəfə. Üzərinə gəlirəm silisium 12 üstə gələk karbon. Nə alınır? Buradan bu fosforun alınması Bəli, reaksiyasıdır. bəli. Nə alınır? P4 üstə gəlsin kalsiyum silikat desəm. Bəli, P4. Sonra CO alınır. Üstə gəlir şəbə. Aha. Gülay, karbon qazının üstünə karbon gəlsəm. CO. Bəli, CO alınır. Yaxşı. HCOH. Bu nədir belə? Bu qarışqa turşusu. Qaşqa turşusu sulfat turşusunun katalizatoru ilə parçalansa. CO üstə gələk su. Bəli, CO üstə gələk H2O. Yaxşı, belə deyək. CH4 üstə gələk karbon qazı. Buradan karbon üstə gələk su. Sintez qazıdır bu yoxsa? Bəli, bəli. Sintez qazı. CO üstə gələk H2. H2, hə. H2. Yaxşı, belə karbon üstə gələk su buxarı yazsaq nə alır? Gülay. Bu da CO yəni. CO üstə gəlir H2. Hə. Hər az elə bir dəfə cavab verin də elə. Fosfor üstə gələk HNO3 qatı. Buradan nə alınır? Gülay cavab versin. Hə, elsimadini yaxşı. Elsimadi hər az birin deyin də elə bək ki. Buradan NO2, H3PO4. H3PO4, NO2, sonra bir də su. Yaxşı, fosfor üstə gələk HNO3, üstə gələk su. Nə alınır? H3PO4 bir də H3PO4 NO. Bir də NO alınır. Doğrudur. Baxırıq belə. NH4 NO3-ün parçalanması. NH3 su NO2. Yox. Buradan nə alınır Gülay deyilən? N2O bir də H2O. Bəli. N2O bir də H2O. Yaxşı deyilsiniz. NH4 NO2 parçalananda bəli, N2 alınır, bir də su alınır. Gülay, miso NH3 nə verir? Kuprum N2 bir də H2O. N2 H2O. Yaxşı, dəmir OH 3 dəfənin parçalanmasından. Deməli Ferum oksid və su. Ferum neçə oksid? Qarışıqdır. 3 oksid. Dəmir 2O3. Bu qarışıq deyil, yox. Bu alınmadı amfoter oksiddir. 3 valentlidir, hə, 3 oksid. Yaxşı. Gülay, natrium OH-ın parçalanmasından nə alınır? Parçalanmır. Bəli, qələvələr nədir? Parçalanmır. Yaxşı, AC maddəsi mis hidroksinin parçalanması. Töküntüdür, parçalanmır. Yox, parçalanır. Elə çöküntü parçalanır da. Kəsdim. Kuprum oksid və su onda alınır. 2 valentli. Doğrudur. Qələvələr parçalanmır da təkcə, hə? Temperaturla da yəni parçalanır. Sonra belə yazıram. CH 3 qat rabitə CH üstə gələk xlor 2. Nə alınır? Gülay. Deməli 2 yerə birləşir. CH xlor 2 qat rabitə CH xlor. Bəli, xlor, bir də xlor. Yaxşı. CH 3 qat rabitə CH üstə gələk xlor 2 mol. CH 1 qat rabitə yuxarıdan 4 ədəddə xlor birləşir. Bəli, xlor. Adını da deyən bunun enzimi. Deyən adın. Tetraxlor etil. Etan. Tetraxlor etan. Etan bə. Aha. Yaxşı, belə yaz. CH2 2 qat rabitə CH2 Gülay desin. Oksigen mis dəmir palladiumla nə verir? Sirkə aldehidi. Bəli, sirkə aldehidi verir. Yaxşı, belə CH2 2 qat rabitə CH2 oksigenlə gümüş katalizatoru ilə de görməyəsin. Burada əvəz etmə reaksiyası olacaq burada.
Epoksid alınır burada, yox. Epoksit, belə gümüş Hı. alınır. O gümüş katalizatoru ilə olanda epoksit verir bizə. Gülay, bu nə idi? Etilen glikol. Yaxşı, Esimi, bu nədir bəs? OH-dır da. Bu nədir bəs 2 yəni? atomumuz gliserin. Bu gliserin, bəli, bu gliserin. Bu da etilin glikol. Etilin glikol. Aha. Bunların oxşar cəhətlərini deyin görüm. Gülay, de, birin səndə. Çox atomlu spirt almaları. Bəli, Kuprum OH2 çox ilə atomludular. Bu bir. İkinci. Esim. İkinci Misk ağlıma bir şey gəlmir. hidroksinlə Oksijen. təyin edirlər. Üçüncü. Gülay, de. Maye. Üçüncü. Maye. Maye alırlar, amma etilen glikol zəhərlidir, gliserin zəhərsiz idi. Şirin, Şirin şərbət. qarğanlı. İkisi də. Hansı zəhərli idi dedin? Etilen glikol. Bəli, bu zəhərli. Bu zəhərsiz. Zəhərli deyil. Aha. Sonra burada hansıyla antifrizin hazırlanmasında istifadə olunurdu? De bununla. Etilen glikoldan. Etilen glikol, antifrizin alınması. Antifriz. Hansı ki, o maşınlara tökürlər ki, donmasın da qışda. Sonra bu belə. Yaxşı, yazıram belə. Dəmir, xlor 3. Üstə gələk su. Hidroliz yəni. Hidroliz nəyə görə gedir Elsima? Hidroliz burada güclümüz turşudur, turşuya görə. Yox, hidroliz zəif. Zəif olmalıdır, metala görə onda. Əsasıdır. İndi burada nə alınır onu de görüm hidrolizindən. Məhsulumuz qələvi olacaq burada. Yox, qələvi yox. Gülay, səndə görüm. Katodda dəmir özü. Yox, hidrolizdir bu. Hidrolizdir bu. Ferrum OH 3 dəfə bir də H-klor. Burada nə alınır? Əvvəlcə hidroliz mərhələlidir axı. Ümumiyyətlə belə deyək də, hidroliz duzun zəif qalığının su ilə reaksiyasıdır, zəif. Hidroliz bax dəmirə görə gedir. Dəmirə görə. Mən hidrolizlə dissosiasiyanı qarışdırıram. Hə, dərindir. Hidroliz dəmirə görə gedir. Bax, hidroliz bilirsiniz nədir? Bax, su gəlir, eləmi? Baxır, bunu belə buradan açıq yazacağam, belə təzədən. Dəmir, xlor 2-dir. Su gəlir, tutaq ki, buna tərəf. Bir də buna tərəf gəlir. Gəlir, baxır, görür bu turşu qüvvətlidir. Bunu yıxa bilməyəcək də, qayıdır geri. Deyir, yox, bu mənlik deyil. Getdi. Gəlir dəmirə tərəf. Elə dəmir axı zəifdir. Axı bu zəif tərəfdir. Zəifi yıxa bilir. Onda belə deyirik, hidroliz duzun zəif qalığının su ilə reaksiyasıdır. Yəni su zəif qalığı parçalaya bilir. Ona gücü çatır. Aydın oldu. Duzun zəif qalığının su ilə parçalanması nə adlanır bu? Hidroliz adlanır. Hidroliz gedir zəifə görə. Hidroliz zəifə görə. Mühit amma qüvvətlinin adına bağlıdır. Mühit qüvvətlinin adına bağlıdır. Qüvvətli. Bax, məsələn, bir sinifdə yaxşı oxuyan şagird olanda deyirlər ki, filan kəskilin sinifi. Çünki o qüvvətlinin adına bağlı olur o sinifdə. Aydın olur. Deməli, yadımızda saxlayırıq. Hidroliz getdi zəifə görə. Mühit amma nədir? Qüvvətlinin adına bağlıdır. İndi nə alınır ona baxırıq. Məsələn, bəyək bunu yazmışdım. İndi nə alınır ona baxırıq.
Tutaq ki, dəmir, xlor 3. Üstünə gəlirəm su. Əvvəlcə dəmirə görə getdi, bunu müəyyən etdim. Bir də hidroliz nəyə görə gedirsə o doza alınır. Valenti əgər 2-dən yuxarıdırsa. Bax, məsələn, hidroliz dəmirə görə gedir, eləmi? Deməli, burada əsasi doz alınır. Nətər? Əvvəlcə bir dənə OH-ı atırsan ortaya, bir dənə pilləlidir axı. Burada neçə dənə xlorum qaldı? 2 dənə. Buradan da alınır, deməli, dəmir OH, xlor 2, bir də alınır H xlor. H xlor. Elə bir ki, su belədir də, HOH. Eləmi? Buranı silək. HOH-dır da su. Xlor buradan çıxır, bu hidrogenlə gedir. OH da gəlir, bu ikisinin arasına daxil olur. Sonra indi bu üstə gəlir. Sonra bu alınan maddə var, dəmir OH, xlor 2. Təzədən bunun üstünə su gəlirəm. Suyu da HOH yazıram. Baxın, bu OH gəlir bura. Bu xlorun biri də H-la çıxır. Burada nə alınır? Dəmir, OH, 2 dəfə xlor, üstə gələk H xlor. Sonra dəmir OH 2 dəfə xlor, təzədən HOH-la. H bundan çıxır, dəmirdən OH nəyə birləşir? Bu 2 dənə olana da, yəni dəmir OH 3 dəfə H xlor. Baxın, burada bu çökdü. Amma mühitdə nə var? Turşu. Mühit nə olur burada? Mühit turşu olur. Aydın oldu. Mühitin turşu olması orada hidrogen iyonunun olması deməkdir. Mühitin qələbə olması orada OH iyonunun olması deməkdir. Aydın oldu. Bax, bu pilləli bir prosesdir. Dəmir xloriz. Yadımızda nə saxlayırıq? Hidroliz zəifə görə gedir. Hidroliz nəyə görə gedirsə o doz əmələ gəlir. Məsələn, başqa birini yazaq. Məsələn, natrium 2S. Üstə gələk su. İndi sizdən soruşuram. Hidroliz nəyə görə gedəcək burada? Hidroliz metal Zəifə görə. mühitimiz qələbə olacaq. Qələbədir, qələbi. Qələbi. Hidrolizimiz də turşuya görə gedəcək. Bəli, indi hansı duz alınır onu deyək. İlk öncə natrium HS turş duz. Bəli, turş duz alınır. Elə bir ki, ben bunu yazmışam. Natrium 2S. Üstə gələk. Su da HOH-dır. Mühit qələbidir elə. Natrium OH-la çıxacaq. Buradan nə alınır? Natrium HS. Bu H gəldi bura. Bir də nə alınır? Natrium OH. Demədi ki, mühit qələbidir. Aydın oldu. Hansı duz alındı buradan? Turş duz alındı. Natrium HS'in də üstünə HOH təzədən gəlsə nə alınır? OH gəlir bura. Bir də H da bura gəlir. H2S alındı. Bir də nə alınır? Natrium OH nədir? Alınır. Sonda da mühitin daha qüvvətli, bax, daha qüvvətli budur axı. Ona görə mühit qələbidir. Amma hidroliz nəyə görə getdi? Turşuya görə getmədi. Deməli, nə alınır? Nəyə görə gedirsə hidroliz, o duzda alınır. Turşuya görə gedirsə, turş duz alınır. Əsasa görə gedirsə, nədir? Əsasi duz alınır. Bu belə. Sonra, məsələn, burada tutaq ki, gümüş NO3-ü yazım. Üstünə gəlirəm HOH. İndi bax, burada hidroliz edəcək nəyə görə? Deyin görüm. Metala görə. Metala görə. İndi axı bu əsasi duz əmələ gətirmir. Bu bir valentlidir. Bir mərhələdə gedəcək onu. Deməli, yox, bir valentlidirsə o əsasi duz vermir bizə. Elə sadəcə OH buna birləşir, H da buna birləşir. Buradan alınır gümüş OH, bir də HNO3. Deməli, hidrolizdə əsasi doz, turş doz o zaman alınır ki, həmin o turşunun da valenti 2-dən çox olsun, əsasın da valenti 2-dən çox olsun. Məsələn, tutaq ki, bayaq yazdığı natrium 2S. Burada hidroliz edir buna görə turşunun valenti 2-dən yuxarıdır deyə, yəni 1-dən yuxarıdır, yəni 2-dir deyə bu turş duz verə bilir. Turş duz verir. Tutaq ki, dəmir xlor 2, dəmirin valenti 2-dir də, bu əsasi duz verə bilər. Əsasi.
Aydın olur nə deyirəm? Başa düşürsüz yoxsa qaranlıqdır yenə də sizə? Başa düşdüm. Sonra məsələn nə yaza bilərik? Tutaq ki, mis xlor 2. İndi hansı duz əmələ gələr burdan? Deməli, hidroksu Əsasi. duz. Yəni əsasi. Üstünə HOH gəlin bax. HOH. OH hara birləşir? OH gəlir bura ortaya. Mis OH xlor. Üstə gələk H xlor. Axı mühit turşdu, burada H xlor ayrılmalıdır. Əsasi duz əmələ gəlir. Bax, nəyə görə gedirsə o duz əmələ gəlir. Amma diqqətli olmaq lazımdır ki, metalın valenti 1-dirsə, o əsasi duz bizə verməz. Ümumiyyətlə, biz deyirik, tutaq ki, məsələn, natrium OH, kalium OH, bunlar əsasi duz vermir. Lap gümüş OH olsun, əsasi duz vermir. Niyə? Bunların bir OH-ı var. Tutaq ki, deyirəm ki, turşulardan H xlor, HNO3, bunlar turş duz vermir. Çünki bunların bir hidrogeni var. Turş duz odur ki, bir hidrogen əvəz olunsun metallan, biri qalsın və yaxud ikisi qalsın. Əsasi duz odur ki, OH-ın biri qalsın, biri metallan belə, biri turşu qalığı ilə əvəz olunsun. Tutaq ki, belə yazıram. Kalsium OH, belə, bunun birini silim, yerinə tutaq ki, yazım xlor, olur nə? Əsasi duz. Əgər natrium OH yazıramsa, bunu mən turşu qalığı ilə əvəz edirəmsə, nə olur bu? Bu normal duz olur. Normaldır. Normal duz olur. Aha. Sonra, yaxşı, belə yazaq. Natrium 2 SO4. Gülay. Bunun hidrolizindən nə alınır? Deməli, buradan mühit neytraldır, hidroliz etmir. Bəli, hidroliz etmir. İndi qulaq asın, gör nə deyim. NH4 2 karbon OH. Bu hidroliz edir yoxsa etmir? Edir. Neytralda mı edir? Edir. Deməli, özdə Çünki hər ikisi həm zəifdir. katyona görə hidroliz edir, həm də nədir? Aniona görə hidroliz edir. İndi buradan hansı duz əmələ gəlir? Üstə gələk HOH. Hansının əsaslığı çoxdur? Turşunun da, eləmi? Buradan turş duz əmələ gəlir. NH4 H karbon OH. Bir də nə alınır? NH4 OH nədir? Alınır. Buradan bax, görürsünüz turş duz. Niyə turş duz əmələ gəlir? Çünki turşunun əsaslığı çoxdur. Həm buna görə hidroliz edir, həm də buna görə və nədir? Buradan turş duz əmələ gəlir. Belə. Yaxşı, indi keçək elektrolizə. Elektrolizə natrium xlorun suda məhlulunun elektrolizindən nə alınır? Deyin görək. Deməli, buradan alınır hidrogen, Hı. sonra xlor 2, bir də natrium OH. Bir də natrium OH. Yaxşı, Gülay. Natrium 2 SO4-ün hidrolizindən nə alınır? Belə elektrolizindən nə alınır? Hidrogen, oksigen, bir də H2SO. Yox. Bir də natrium 2 SO4. Hə, natrium 2SO4-ün özü alınır. Burada su var. Bax, elektrolizdə su iştirak edirsə, suyun qabağına 2 yaz. Həmişə. Nə olur olsun. Nə olur olsun. Qabağına 2 yaz, qalanın özünü əmsallaşdır. Məsələn, gümüş NO3-də üstünə su gəlirəm. Elektrolizdən nə alınır? Deyin görüm. Argentium, sonra NO3, ya HNO3, HNO3. Bəs anod da nə ayrılır? oksigen bir də. Oksigen. Bir də nə alınır? HNO3 ayrılır. Suyun qabağına 2 yazırıq, qalanı özümüz əmsallaşdıraq. Bura 4, bura 4, bura 4. Bax, belə əmsallaşdırırsan, daha asan olsun ona görə. Sonra baxaq, görək orada nə edir. Bəs o hansı duzların elektrolizində yalnız suyun parçalanması baş verir? Florun yoxsa? Hə, deyin görüm. Florun duzlarında. Ancaq Aktiv metallarda oksigenli turşulardan əmələ gələn duzlar. məsələn, kalium ionuşdur, bəli.
Ancaq Bayaq bax, yazılmışdı. bayaq yazmışdım, indi sözünə soruşum. Aktiv metaldsa katodda hidrogen, oksigenli qalıqdırsa anodda oksigen, kalium ionolu üçün heç bu prosesdə xəbər də yoxdur, heç vecnə də deyil. Nə baş verir də, yəni. Burada çünki metalın yerinə su özünü atır qabağa prosesdə iştirak üçün, oksigenli qalıq olanda yenə də su özün qabağa atır. Natrium OH-ın ərintisinin Səssiz kəsildi, nə deyirdiniz? deyirəm ki, bu aktiv metal olanda su özünü atır qarşıya da. Aktiv metal axı müsbət bu elektron veribdi, gedir elektron almağa. Su bunun yerinə elektron alır. Oksigenli qalıq olanda yenə də su elektron alır. Yəni deyirəm ki, bu kalium ionolu üçün bu Səsiniz proses yenə gəlmir. səsim gəlmir. Gülay, sənə gəlir. Bəli. Onda problem var da, bizdə elə bir problem olmaz məncə. Hə, indi ərintinin elektronu səsim gəlir, göründü. Adı nə idi? Elsima. Səsim gəlir, Elsima. Deyirəm, bunun ərintisinin elektrolizlə nə alınır? Bunun ərintisi deməli natrium, OH yox. Oksigen. Bizdə su. Oksigen Bax, ərinti olanda burada bax, birinci nədir? Natrium. İkinci gələn nədir? Oksigen. Bax, oksigen. Üçüncü gələn hidrogende onun yerinə su fikirləş. Su. İndi yaxşı, belə yazaq. Natrium OH-ın suda məhlulunun elektrolizi. Gülayda görüm. Buradan natrium, elə H2 onun özü alınır. Bax, Gülay, aktiv metal olanda bilirsən ki, H2-dir. Bunu bildim. O, məsələn, burada oksigenli qalıq olan kimi deyirsin, müəllim, oksigen alınır. Burada da elədir də. Oksigenli qalıq gördüyün, bil ki, oksigendir. Всё. Üstə gələk. Nədir? Buradan natrium OH-da olduğu kimi qalır. Çünki metalın yerinə H2. OH-ın yerinə O2, elə natrium OH olduğu kimi qalır. Heç bir şey nədir? Dəyişmir. Aydın oldu. Bu da belə. Sonra qələvi metalları say görüm. Elsima. Qələvi metalları. Lityum, natrium, kalium, iridium, sezyum, bir də qələvi torpaq metalları var idi, kalsiumla barium. Hə. Kalsium, stronsium, bu da barium. Bu da kalsium, stronsium, barium, bu da qələvi torpaq metalları. Yaxşı, indi reaksiya deyəcəm, onu deyən cavabını. Buradan deməli yox. Buradan normal superoksit alınmır, yox. Yox, Kalium ilə. Buradan indi sadəcə oksit. Gülay, kalium üstə gələk O2. Gülay. Kalium O2, kalium O2. Yaxşı, Elsima, natrium üstə gələk oksigen. Buradan da peroksid natrium 2O2 idi deyəsən. Doğrudur. Yaxşı, indi belə deyək. Dəmir eskinin üstünə oksigen gəlsəm nə alınır? Ferrum 2O3 üstə gələk SO2. Bəli. İndi bu qrup üzrə yuxarıdan aşağıya gəlirik. Elsima desin görüm nə tərbilir bunu. Qrup üzrə yuxarıdan aşağı gəllikdə elə radius necə dəyişir? Radius artır, metallığı artır. O bir dəqiqədən. Deməli, artanları yazırıq. Artır, radius. Radius artır, metallığı artır. Sonra elektron yox. Reduksiyicilik artır, kütləsi artır atom nüvəsinin. Sonra nüvə yükü artır. Sonra iyonlaşma enerjisi azalır, elektron mənfiliyi azalır. İyonlaşma enerjisi nədir? Oksidasiya azalır. İyonlaşma. Ondan elektron qoparmaq üçün lazım olan enerji. İndi səncə bu iyonlaşma enerjisi niyə azalır? Yaxşı. Səbəb nədir?
Çünki dövr artdıqca onun elektron qoparması çətinləşir. Yox, dövr artdıqca qoparmaq asanlaşır. Demirsən, ionlaşma azalır. Azalırsa deməli daha çox qoparır. Yox, bax, deyim bax. Dəqiqə dayan. Bax, lityum neçənci dövr elementidir? İkinci dövr. İkinci. 1-2 təbəqəsi var. Natrium Hı 1, hı. 2, 3 təbəqəsi var. Kalium 1, 2, 3, 4 təbəqəsi. Birium 1, 2, 3, 4, 5. Bax, burada nüvə ilə atomun nüvəsi ilə xarici elektron təbəqəsi arasında məsafə azdır. Bir-birindən qopmaq istəmir də. Burada elektrondur. Mərkəzdə də nə var? Proton var. Cəzb olunma daha çoxdur. Yaxındadır məsafə. Amma getdikcə uzaqlaşır. Qoparmaq asanlaşır. Uzaq olanda cəzb olunma nə olur? Zəif olur da, düzdürmü? Zəif olur. Bunu uşaqlara deyəndə deyirəm ki, həmişə babanın, nənənin yanında olanda uşaq onu daha çox istəyir, nəinki uzaqdakı nəvəsin. Axı yaxındır, cəzb olunma çoxdur burada. Aydındır. Amma buna bax, burada məsafə nədir? Uzaqdır. Məsafə uzaqdır deyə onu qoparmaq asandır. Cəzb olunma zəifdir axı burada. Başa düşdünüz nə deyirəm? Aydın olur. Deməli, yuxarı bu elektronu qoparmaq üçün lazım olan enerji də ionlaşma enerjisidir. Qoparmaq asandır da. Asandır deyə mənə görə Bəli, kiçikdir başa. asandır deyə ionlaşma enerjisi də nədir? Azdır. Az bir enerji ilə qopara bilirsən onu. Amma yuxarıda ionlaşma enerjisi çoxdur. Daha möhkəmdir, daha bərkdir. Onu qoparmaq çətindir. Yüksək enerji lazımdır ki, oradan elektron nədir? Qoparasan. Yaxşı, Gülay, soldan sağa gedirəm. Soldan sağa. Nüvənin yükü dövr sistemdə Artır. artır. Sonra atom radiusu Atom radiusu azalır. azalır. Niyə azalır? Ee, Daha çox Əzbərləmisiniz elə belə. Hı? Vallahi əzbərləməkdə fərasət tələb eləyir, düzdür. Mən əzbər heç nə yadımda qalmırdı. Amma o da yaxşı bir şeydir vallahi, o da yaxşıdır yəni. O da Allah vergisidir. Yəni əzbər yadda qalırsa da. İndi baxın bir şey deyim. Bax məsələn lityum, lityum 3, berilyum 4, sonra berilyumdan sonra nə gəlir? 5, karbon 6, sonra azot 7. İndi deyə bilərsiniz ki, müəllim, bax bunların hamısı elə ikinci dövrdə yerləşir də. Burada radius niyə fərqli olsun ki? Məsələn, tutaq ki, deyirsən ki, bunlar hamısı ikinci dövr elementlərdir. Lityumda 2 təbəqəsi var. Tutaq ki, berilyumun da 2 dənə təbəqəsi var. Borun da 2 təbəqəsi var. Radius da buradan bura olan məsafədir də. Ta bunlar niyə fərqlənir ki? Getdikcə niyə radius azalır? İndi fərqi deyim. Bax, bu bir təbəqədir. Bu təbəqəni biri var, 3 adam çəkə özünə tərəf. Biri var, 4-ü çəkə. Axı cəzb olunma, çəkmək bilirsən nəyə deyirəm? Burada proton var, xaricdə də elektron var da, cəzb olunma var axı bunlar arasında. Biri var, 5-i çəkə bunu, 5-i. Bir də var karbonda 6-sı çəkə, biri var 7-si çəkə. Bir təbəqəni ən çox hansı çəkə bilər? Çox olan. Əlbəttə ki, biz də bayaqları Gülay dedi, soldan sağa getdikcə nüvənin yükü artır. Nüvənin yükü artdıqca xarici təbəqəni özünə o qədər möhkəm çəkir ki, ondan qoparmaq çətin olur. Bax, azot 7, oksigen 8, flora çatanda flor heç vermək istəmir elektronunu heç kəsə. Ancaq bərk-bərk elektronuna yapışıb da, onu qoparmaq çətindir. Deməli, nüvənin yükü artdıqca nüvə tərəfindən cəzb olunma artır. Ona görə radius kiçilir. Bax, səbəb odur. Radiusun kiçilmə səbəbi nüvə yükünün artması, cəzb olunmanın artması deməkdir. Sonra bu da belə dövr sistem haqqında.
Sonra hidrogenin alınma reaksiyalarını da görüm laboratoriyada. Suyun elektrolizindən alınır. Hı hı. Sonra metalların duru sulfatla reaksiyasından aktiv metalların. Mesela sink üstegili Sonra H-klor veyahut da sink üstegili H2SO4. Üçüncü aktiv metalların suyla reaksiyasından. mesela natriumun suyla doğrudur. Dördüncü Sonra oksitlərinin həmin aktiv suyla metalın reaksiyası. hidridin də deyən elə oradaca yadından Hə. çıxmasın. Suyla, sonra Sonra dəmirin suyla reaksiyası temperatur MOH. dəmir CO4 H2 sonra 6-cı singin suyla reaksiya Buradan H2 sonra magnezyumun suyla reaksiyası temperaturla əvvəl bunu magnezyum oksid verirdilər, amma indi magnezyum OH yazırlar kitablarda. Üstə gələk H2 sonra de görüm sonra laboratoriyada alınması. Gülay davam elə. Gülay. Yadından çıxdı. Ben Silisyum, natrium OH su indi yada düşəcək. natrium 2 silisium O2 üstəgəl Natrium 2 silisyum O3 üstə hə. Onu yazdıq. Silisyum üstə gələk natrium OH üstə gələk su. Bir də məsələn alüminium üstə gələk natrium OH üstə gələk su. Bir də var idi burada sink üstə gələk natrium OH. Bir də berilyum üstə gələk natrium OH. İndi burada konfitr metallardan. alınan məhsulları natrium 2 silisyum O3 üstə gələk H2, natrium alüminium O2 üstə gələk H2, natrium 2 sink O2 üstə gələk H2, natrium 2 berilyum O2 üstə gələk H2 alınmasını deyin. Kalium xloru üçün parçalanmasıydı. Hı -hı. Gülay sən. Sonra Gülay desin. suyun parçalanmasından Sonra Gülay da davam elə. Kalium mangan O4'ün parçalanmasından alındı. Hı -hı. Esim hadi. sonra bir də var idi. Reaksiyaları əzbər bilmək lazımdır. Kalium NO3-ün parçalanması var. Sonra civə onun parçalanması var. Sonra nə var idi? H2O2-nin. Bunları bilmək lazımdır. 6 dənə olmalıdır. 1, 2, 3, 4, 5. Bir dənə var. Su ilə 6 idi. 6 değil. Yox, su Bu da ilə var. Su ilə 6 idi. Ya bəlkə də su ilə 6 imiş bilmirəm. Bu. Amma elə bilirəm sudan başqa var idi. Yox, bəlkə də su ilə də neysə unutdum. Deməli, bunlar belə. Yaxşı, buradan nələr alınır onu deyin. Birinciden Kalium xlor üstəgəl O2. Kalium xlor, bir də oksigen. İkincidən. Bu heç. Buradan nə alınırdı? Nə? NO2 üstəgəl oksigen. Buradan. Üstəgəl kalium. Buradan. Mangan oksid. Buradan alınır kalium 2, mangan O4. Mangan O2 üstə gələk O2. Bəs buradan Kalium nitrit üstəgəl oksigen. kalium NO2 üstə gələk O2. Bəs buradan Bunu bütün aktiv metallara aid eləmək olar, yoxsa bəli, tez kalium aktiv yazacağam indi. Bildim nə deyirsən. Buradan CiVO-dan civə üstəgəl oksigen. Bəs H2O2-dən
Su üstəgəl oksigen. Belə. İndi belə yazıram. Bir yazıram kalsiyum NO3 2 dəfə, natrium NO3, sonra mis NO3 2 dəfə, lityum NO3, gümüş NO3, civə NO3. Bir də yazaq, məsələn, dəmir NO3. İşte, parçalanmasını yazacağıq. Bu niyə belə xətt düşür? Sizdə olur bu. Mənim əlimdə idi, indi düzəldə bilmirəm. Eyb yoxdur. Düzəlt. Yaxşı. Gülay, birincidən nə alınır? Kalsiyum NO3 kalsiyum NO2 2 dəfə üstə gəlsin O2. İkincidən Esimə nə alınır? Yenə aktiv metaldır. Natrium nitrit üstəgəl oksigen. Bəli. Üçüncüdən Gülay nə alınır? Kuprum O üstə gəlsin NO2 üstə gəlsin O2. Lityum nitratdan nə alınır? Lityum oksid üstəgəl NO2 üstəgəl oksigen orta aktiv kimi Bəli, göstərir. bəli. Lityumla misi ortadakıların içərisinə atmışdıq, ortadakı metalların. Üstə gələk O2. Buradan nə alınır? Gümüş üstə gəlsin NO2 üstə gəlsin O2. Bəli. Civə nitratdan nə alınır? Civə üstə gəlsin NO2 üstəgəl oksigen. Bəli. Doğrudur. Dəmir NO3-dən Ferrum 2 O3 üstə gəlsin o NO2 bir də NO2 O2. üstə gələk O2. Doğrudur. Oksiləşmə reduksiya reaksiyasının hansı növləri var? Esimə denən. Disproporsiya onlar idi. Moleküllər arası. Bir, disproporsiya. İki, Disproporsiya, kommutasiya, moleküllər arası, molekül daxili. molekul arası, molekul daxili. Aha. İndi denən görüm, disproporsiya misaldır. Məsələn, xlorun su ilə xlorik üstəgəl natrium OH Bəli, yaxud da su. H-klor. Aha. İndi Gülay, buna sən misaldır, kommutasiya. Kommutasiya 2 dənə fərqli maddənin tərkibinin Eyniyə bir gəlməsi. dənə ortağa gəlməsidir. Hə, deyək. Orada məsələn O belə yaza bilərik ki, Gülay. H2 üstə gələ SO2. SO. buradan S üstə gəlsin. Məsələn, karbon qazı üstə gələ karbon alınır. CO. Görsən, müxtəliflərdən eyniyə gəldi. Yaxşı, molekullar arasına Esimə deyək. Moleküllər arası, məsələn, natrium üstəgəl H2SO4 ola bilər. Natrium, hə, ola bilər. Olar. Molekullar arası. Burada məsələn, tutaq ki, natrium 2SO4 H2 alınır, deyiləm. Bu sıfırdan müsbət 1-ə, bu müsbət 1-dən müsbət 1-dən sıfıra. Alan verən ayrı-ayrı elementdir. Molekul daxiliyə misal deyim. Kalium xloroidin parçalanması. Bəli, alınır kalium xlor. Üstə gələk nə alınır? Oksigen alınır. İndi mən reaksiya yazacağım. Hansı növüdür onu siz deyin. Gülay, H2O2-nin parçalanmasından. Oksiləşmə reduksiya reaksiyasının hansına aiddir? Molekul daxili. Niyə? Çünki oksiləşmə dərəcəsini dəyişən elementlər bir maddənin tərkibindən gedir. Yox, Gülay, bax. Bax, oksigen... Kommutasiyadır mənim. Yox, bu disproporsiyadır. Bax, burada hidrogen dəyişməyib, Gülay, diqqətli ol. Oksigen -1-dən, eynidən də, yəni. Bir dəfə -2-yə gedib, bir dəfə 0-a gedib. Yəni, bu eynidən müxtəliflərə getdi də. Bu çaşdırıcıdır. Bu, haradasa həmin o testlərin içərisində var. Bunu verib, qabağına yazıb ki, molekul daxili. Uşaq görən kimi molekul daxilini fikirləşir ki, hamısı bir maddənin içərisindədir, bu da elədir. Amma molekul daxili odur ki, bayaqlar özünüz dediniz. Molekul daxili bilirsiniz nədir? Elektronu alan da, verən də
bir maddənin içərisində işi görən ayrı-ayrı elementlərdir. Məsələn, bax, xlor 5-dən -1-ə gəlir. Alan budur, xlordur. Oksigen -2-dən 0-a gedir. Verən də oksigendir. Alan, verən ayrı-ayrı element atomlarda, amma bir maddənin içərisində. Buna molekul daxili deyirlər. Başa düşdünüz nə dedim? Deməli, elektronu alan da, verən də bir maddənin içərisində ayrı-ayrı elementlərdirsə, bu olur molekul daxili. Amma buna bax, bunun onunla nə əlaqəsi var? Bax, elektronu alan da oksigendir, -2-yə gəlib. Verən də oksigendir. Bu disproporsiyadır. Bu disproporsiyadır. Gəldik buna, eynidən müxtəliflərə getmə. NH4, NO3-ün parçalanması. Alınır N2O su. Baxın, bir dəfə -3-dən -1-ə, bir dəfə -5-dən -1-ə. Bir dəfə Bu kommutasiyadır. bax, bu müxtəliflərdən eyniyə gəlibdir, görsən. Amma belə baxanda elə bilsən molekul daxilidir ilk baxışdan. Bu ikisində eyni element işi yerinə yetirir. Eyni element müxtəliflərdən eyniyə gəlib də belə. Bu kommutasiyadır. Başa düşdünüz nə dedim? Baxanda elə bilsən molekul daxilidir, amma yox. İndi başqa bir misal verim. Belə yazaq, oksidaşma reduksiya reaksiyasına görə. Esimə, bunu necə əmsallaşdırım? İlk öncə bu feriumun deməli mən bir üstlərinə məsələn ferium 0-dan gedib 3-ə elə eləyək yoxsa? Sonra da qaydasını deyəsən ki, hara nə yazım? Ferium 0-dan 3-ə gedib, sonra bir də kükürt 6-dan 4-ə gedib. Dəyişənlər oradadır. Deməli, ferium 3 elektron 3-dür. Kükürtdə 2 elektron itirib. 2-ni yazarıq sərbəst olan tərəf, bəsit maddə olan tərəf. Dəmirin qabağına 0-dan 3-ə gedib. Bura 3 yazım. Kükürdə də nə Kükürdün yazım? qabağına 2. Dəyişim də yerin. Sonra yerlərini dəyişək. İndi hara İkini sol yazılmalıdır tərəfə o yazaq. qaydanı mənə denən. 2-ni bəsit maddə olan tərəfə sola yazarıq. 2-ni bura yazdım. 3-ü də sağa yazarıq. 3-ü niyə sağa yazdıq ki? Çünki sola yazsaq alınmazdı. Sağa yazaq da, onda elə çıxır. Yaxşı, indi bir başqasını dəyişim, görüm orada nə deyirsən. Miso üstə gələk. NH3. Buradan nə alınır? Əvvəlcə onu deyil. Buradan kuprum üstə gəlsin. N2 üstə gələk su. İndi əmsallaşdıraq da, görüm hara nə yazıram deyim. Kuprum 2-dən 0-a gəlib. 2 elektron misin qarşısına. Burada azotda 3-dən 0-a, azotun qarşısında da 3 yazarıq. Mənfisi. Sonra yerlərini dəyişik onların. Mis gəldi, müsbət 2-dən 0-a gəldi, 2 elektron. Azot da -3-dən 0-a gəldi. Bura nə yazım bəs? Burada 3. 6 yazılır. N2 də 6. Yaxşı, 6 yazdım. Sonra yerin dəyişim. Niyə 6 yazdıq bəs? Çünki N2-nin də qismə görə. 6 niyə yazırıq ki? N2'nin 2 dənədir ona görə. Peki 3 yazın. Sol tərəfdə o 2-yə vurma sol tərəfdə olanda yazırıq yoxsa? Yox, bu elə deyil. Bax. Mən bunu deyim, Gülay bilir deyəsən. Elə Gülay. Yoxsa bilmədin yoxsa sən də. Bax, qaydası. Hara yazılmaq lazımdır da. Bax, yazdım mis müsbət 2-dən 0-a getdi. Yazıram mis. Müsbət 2-dən bu bilmir, uşaq bilmir hara yazmaq lazımdır.
bilmir, gah sağa Onun yazsın. oksileşme Gəldi bura. İndi azot -3-dən azot gəlib 0-a. İndi uşaq bilmir ki, bu 3-ü 2-yə vursun, yoxsa vurmasın. İndi görün nə deyir. Bu əmsalı hara yazacağıqsa, oradakı azotun sayına baxmaq lazımdır. Azotun burada bir dənə oksiləşmə dərəcəsi var. Burada da bir dənə. Əgər eyni elementə aid sağda, solda oksidləşmə dərəcəsinin sayı eynidirsə, onda əmsal sola yazılmalıdır. Yəni, bura hara yazmalıyam? Sola. Bu nə deməkdir? Yəni, azota aid bir oksidləşmə dərəcəsi var. Burada da bir dənə. Yəni, bərabərdir də, bu deməkdir. Yazdım sola. İndi solda mənim azotum neçədir? Bir dənə. Eləmi? Ona görə mən bura 3 yazacağım. Çünki bir azota görə hesablayıramsa, ora sayına uyğun yazmalıyam. Yazdım 3. Yerini dəyişirəm. Mən necə yəni sağda da solda? Bax, azota aid bir oksidləşmə dərəcəsi var burada. -3. Burada da azota aid Yəni bir oksidləşmə dərəcəsi var 0. Əgər azota aid sağda, solda oksidləşmə dərəcələri, yəni fərqli olan və yaxud da eyni olan məsələn eynidirsə, indi ona bir başqa misalda yazıram. Eynidirsə, onda sola yazılmalıdır əmsal. Eyni olanda sola yazılmalıdır. İndi başqa bir misalda deyəcəm, onun üzərində izah eləyərəm. Sola yazılmalı. Solda azotum neçədir? Bir dənə. Ona görə 3 yazıram. Sonra yerini dəyişirəm. 3, 2. İndi bax, misi də elə yazdım. Misə aid bir oksidləşmə dərəcəsi var. Burada da bir dənə oksidləşmə dərəcəsi var. Sağda, solda oksidləşmə dərəcəsinin sayı eynidirsə, o sola yazılmalıdır, sola. İndi yazın. Yəni həmişə sola yazılır. Həmişə sola yazılır, yox. Bərabərdirsə sola yazılır. Misin sayı neçədir? 3. Yazıram bura 3. Azotun neçədir? 2. Yazıram bura 2. Qurtardıq. İndi qalanı bu tərəfə yazacağım. Bura 3 yazıram. Azotum 2 dəfə 1-in 2-dir. Ta bura 1 yazıram ki, biləsən ki, ta bura heç nə yazılmayacaq. 2 dəfə 3-ün 6, burada 3 yazıram. İndi oksigenimə bax. 3 dəfə 1-in 3, 3 dəfə 1-in 3. İndi gəl bayaqki məsələyə qayıdaq. Məsələn, dəmir üstə gələk. Bayaq dedin ki, müəllim, o nə deməkdir ki, sağda, aid, solda. Bax, qatı ilə yəni. Dəmir 2, SO4, 3 dəfə. Üstə gələk, SO2, üstə gələk su. Bax, dəmir 0-dan gəlir müsbət 3-ə. Yazıram, dəmir 0-dan, dəmir gəlir müsbət 3-ə. İndi dəmirə aid bir dənə oksidləşmə dərəcəsi var, burada da bir dənə. Eləmi? Hara yazmalıyam? Sola. Say bərabərdə axı. Burada başqa bir dəmir də olsaydı, onu da sağa yazacaqdım. Sola yazacağım. Neçədən elektron eləyir bu? 3 dənə, 3-ün verib də elə bil ki. İndi kükürdə bax. Kükürt müsbət 6-dan. Kükürt bir dəfə müsbət 6-dır burada. Yəni dəyişməyib. Bir dəfə də müsbət 4-dür. Bax, kükürdə aid 2 dənə oksidləşmə dərəcəsinə aid olan kükürt var da, belə deyək, sağda. Onda mən bu kükürt müsbət 6-dan dəyişən kükürt var, müsbət 4-ə gedən. Bu rəqəmi mən bura yazacağam, bura. Aydın olur nə deyirəm? Hə. Yəni, say harda çoxdursa, ora yazılmalıdır oksidləşmə dərəcəsi baxımından. Bərabərdirsə, sola yazılır. İndi mən o 2-ni yox da, bu yerini dəyişməmiş dedimi? Üzr istəyirəm, baxın. Bax, bura 2 yazın, bura 3 yazın. Mən bu 3-ü bura yazıram. Amma bu 2-ni bura yazıram. Artıq bunları müəyyən edib, qalanını özüm düzəldirəm də, yəni əmsal olaraq. Dəmirim 2 dəfə 1-in 2, bunun qabağına 1 yazıram. 1-i ona görə yazıram ki, görəsiz ki, ta bura heç nə yazmayacağım da, yəni o deməkdir. Əslində 1 yazılmamalıdır. Sadəcə olaraq mən yazıram ki, görəsən ta ora başqa heç nə yazılmır. 2 dəfə 1-in 2 eləyir. Bax, 1-i 3-ə vuranda 3 dənə kükürdüm buradadır. 3 dənə kükürdüm buradadır. Cəmi neçə elədir? 6. 6-nı yazıram bura. Ta fikirləşmirəm. Elə qaydanı tətbiq eləyə gedirəm, axırda sayacağım. 2 dəfə 6-nın 12, burada 6 yazıram, 6 dəfə 2-nin 12. Tabi baxıb belə deyirəm, görəsən mən Allah sağa yazım, yoxsa sola yazım. Belə qalmıram da belə. Qaydanı tətbiq eləyirəm. Qutardı getdi. İndi gəl baxaq.
6 dəfə 4-ün 24. 3 dəfə 4-ün 12. 3 dəfə 2-nin 6. 6-sı da burada. Görürsən oksigen sayı asanlıqla tapmaq olur. Başa düşdün? N2 üstə gələk H2 alınır NH3. Deyirəm ki, azotun qatılığını 2 dəfə azaldıb. Azotu qatılığını 2 dəfə azaldıb. Hidrogenin qatılığını 2 dəfə artırsam, reaksiyanın surəti necə dəyişir? 4 dəfə artar. Deməli, 2 dəfə azaltsam, 1/2 üstü 1 olur. V bərabərdir, K'sı da var bunun. 2 dəfə artırsam, 2 üstü 3 olur. 2 üstü 3 neçədir? 8 olur da, eləmi? Bu eləyir neçə? 1/2 vuraq 8. 4 dəfə neynədir bu? 4 dəfə neynədir? Artdı da, əlbəttə ki, artdı. Bu məxrəc getdi artıq bundan bu. 4 dəfə artdı. İndi belə yazmışam, yenə yazım. N2 üstə gələk H2, alınır NH3, 2, 3, müsbət 2. İndi istəyirəm reaksiya sağa getsin. Gülay, nə etməliyəm? Temperaturu azaldı. Bəli, temperaturu azaltmalıyım. Sonra nə edeyim? Sonra təzyiqi artırmalıyım. Bəli, təzyiqi artırmalıyım. Sonra Həcmi artırsaq da olar. həzm bu tərəfdədir, sağa getməlidir. Təzyiqi Təzyiqi artırmaq elə həcmi azaltmaqdır da, bura getdi. Sonra azot əlavə etməliyəm, azot. Azot əlavə etsəm, Azot ya da hidrogen əlavə hidrogen etməliyik, əlavə ya da etsəm, NH3-dən çıxarmalıyıq. bəli. İndi qulaq as. Bir də nə etməliyəm? Amoniakı çıxarmalıyam. Ya da onu çıxartmalıyıq. Amoniakı çıxartsam, nədir? O alına bilər. İndi bir dəqiqə görüm. Burada istəyirəm burada testi gətirəm ekrana. Yox, bax. Tutaq ki, belə yazaq da. Alkan yazıram. Alkan. Alkanda 4 indi. Sağ ol. İndi bax, məsələn, tutaq ki, butan yazmışam. Bunda 4 indi. Yaxşı, indi butan yazıram. Buçendə burada ikisi... Burada nə tərəfdən? Saçdım hemen. Burada ikisi SB2'dir, qalanı da SB3'dür. Yəni 4-ün çıxılsın 2. Aha, 4n minus 2. Yaxşı, indi diyen yazıram. Burada nədir? Burada da 4-ün çıxılsın, deməli 4. 4-ün çıxaq 4, bəli. Yaxşı, belə deyək. Bu yazım belə CH3, CH, işgət rabitə CH, CH2, CH3. Sən mənə burada SP3 S-in sayındır. SB3 deməli CH3 ilə 3 üstən hidrogen orada var. 2, 3, 5, 8'dir. Bəli, burada 8. Yaxşı, sən mənə SP2 S-in sayındır. SP2S 2 ədəddir. Neçə? 2. 2 dənə. Bir bu, bir də bu. Bəli, 2 dənə. Yaxşı, polyar kovalent rabitənidir. Polyar kovalent. Hidrogenlərin sayını götürərik. Bəli. Qeyri-polyar desəm nətər? Karbon-karbon arasındadır. İndi burada neçə dənə qeyri-polyar var? 5. 1, 2, 3, 4, 5. Yaxşı, bəs burada neçə qeyri-polyar sigma var? 4. 4, bəli, doğrudur. Yaxşı, belə... Bir də
sayının birini verir, elə deməkmiş. Hə, Yoxsa 1 indi 3 hə, elektron formulunu deyə yazım. Burada deməli 2/2, 1/2, 2/2, 2 P/3. Aha, indi Boş hibridləşmə necə? orbitalı yoxdur bunun. Aha. İndi denən E, görüm hibridləşmə necə baş verir? deməli Gel. izah edə bilməyəcəm. Hə, bax, sp3 hibridləşmədir də elə. Bu nə deməkdir? Bu bir s orbitalıdır. İçində 2 dənə 3 elektron var. ədəd. Bax, bu 2 dənə elektrondur. Bax, bu 2 elektronlar bunlardır. Amma bu orbital budur. Orbital o xananı nəzərdə tutmuşam da. Hansı ki, belə yazırıq. 2s üstü 2. İçərisində 2 dənə elektron var. 2 dənə elektron. Bu orbitaldır, içərisində 2 elektron. Bu da p orbitalıdır. Hərəsinin içərisində 1 dənə elektron. Bax, 1 dənə. Hərəsinin içərisində 1 elektron. Bunlar qarşılıqlı təsirdə olanda 4 dənə hibrid əmələ gəlir. Hibridin bir tərəfi böyük, bir tərəfi kiçik olur da, bilirsiniz. Eyni formada. Bax, bunu yazıram belə. 1, 2, 3. Bax, bunlardır. Toqquşdular, formasını dəyişdi. İndi bunun içərisinə yazıram 2 dənə elektron. Bu 2 elektron ki var, bax, bu 2 elektron həmin bu orbitaldır. Formasını dəyişib, amma içərisində elektronlar qalıb. Uşaqlara deyirəm ki, bax, elə bir ki, bunlar otaqlarda, içərisində də ki adamlar. Otaqlar dəyir bir-birinə, formasını dəyişir, amma içindəki adamlar qalır. İndi gör nə deyirəm. Bax, bu azot, ətrafında 4 dənə bu formada hibrid var. 1, 2, 3, bir də bu. İçərisində də 2 dənə elektron var. Bunların amma içərisində hərəsində bir dənə elektron var. İndi hidrogenlə birləşmə əmələ gətirir də, amoniakın əmələ gəlməsində. Hidrogen bu təki ortaya qoydu. Hidrogenin nəyi var ki, bir dənə s üstü 1-dir də, 1 s üstü 1 elektronu var. Bu hidrogende bir elektron ortaya qoydu, bu hidrogende bir elektron ortaya qoydu. İndi bu rabitə ki var, bu sp3 s'dir. Bu rabitədə sp3 s'dir. Bu rabitə sp3 s'dir. Amma burada bir cüt elektron saxlayan orbital var. İçərisində 2 dənə elektron. İndi mən bunun üstünə H-klor gəlirəm. H-klor gələndə nə alınır? NH4 xlor. İndi görək bu NH4 xlor. Məni başa düşə bilirsiniz, uşaqlar? Hə? Hə, mən başa düşürəm. Hə, yəni deyirəm, görüm, dediyim sizə qaranlıq qalır, yoxsa elə başa düşürsünüz. Baxın, indi bu H-klor əmələ gələndə hidrogenin bir dənə elektronu var idi. Xlor onu əlindən alıb. Yox tutay. Hidrogen boş orbitaldır. İndi amoniak H-klorla reaksiya gedir, alınır NH4 xlor. Burada amoniak hidrogenə deyir, gəl birləşmə əmələ gətirək. Hidrogen deyir, mənim işləyim yoxdur, boş orbitalım var. Bir elektronum var idi, xlor əlimdən alıbdır. Yoxdur. Deyir, eybi yoxdur. Mənim bir cüt elektronum var, bir cüt. Deyir, bax burada. Bura baxın. Bax, bir cüt elektron. Deyir, bu bir cüt elektronu ortaya qoyub, sənlə bir rabitə əmələ gətirə bilərəm. Amma mənim hesabıma. Yəni, donorluğu mən edirəm, donorluğu. Donor nədir? O qan verənə deyirlər də. Burada da elektron verənə. Və hidrogen. Hidrogeni özünə birləşdirir. Amma elektronu ortaya qoyan ikisində hansı element atomudur? Azotdur burada. Azot. NH4 xlor əmələ gəlir. Baxın, burada bir dənə donor akseptor rabitəsi var. Bu azot xaricində 5 elektronu var. 5-nin 3-ün mübadilə ilə sərf eləyib. Mübadilə bilirsiniz nədir? Şərikli. Yəni elektronun birini azot qoydu, birini hidrogen. Birini azot, birini hidrogen. Birini azot, birini hidrogen. Amma bu rabitə azotun hesabına yaranıbdır. Yalnız azot elektronu ortaya qoyubdur. Azot burada nə edibdir? Donorluq eləyibdir. Məsələn, donor akseptor mexanizmində səndən soruşur, tutaq ki, CO-da donor nədir? NH4 xlorda donor nədir? Məsəl üçün, yadından çıxırsa,
bil ki, hansının elektronu çoxdur, o donordur. Məsələn, NH4-də azotun elektronu çoxdur, hidrogenin 1 elektronu var. Deməli, donor budur. CO-da oksigenin elektronu 8-dir, karbonun elektronu 6-dır. Deməli, donor oksigendir. Donor nədir? Elektronu çox olanda, yəni bu çoxluqdan elektronu verir. Olmasa hardan verir bu elektronu? Deməli, bax burada NH4-də neçə dənə donor akseptor var? Bir dənə donor akseptor rabitəsi var. Baxın, əgər NH4 2SO4 olsa neçə donor akseptor olur? 2 donor. Hər NH3 2 bir dənə, bəli. hidrogen birləşir. NH4 3PO4 olsa neçə dənə? 2 də 3 tane. Bəli, burada da 3 dənə donor akseptor rabitəsi var. İndi burada bir şey də var. NH4 3PO4. İndi bizdən soruşur ki, burada neçə ion rabitə var? 3 yenə. Bəli, bəli. Bu NH4 olmasına baxmayaraq, bu elə bir ki, metal kimi özünü aparır. 3 dənə. Amma gəl kovalent rabitəyə baxaq. 3-ü vururam 4-ə. Üstünə də bu deyir, bu 5-i gəlirəm. 17. 17 dənə nə var burada? Kovalent rabitə Kovalent. var. Aydın olur. Sonra baxaq görək, sonra nə soruşaq. Yaxşı, belə deyək. Natrium üstə gələk HNO3 qatı. Gülay nə verir? Natrium NO3, NH3, bir de Yox, qatı H2O. deyək Gülay, qatı. N2O. 2 olur.